Salam hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Həftələrlə arzusunda olduğumuz yaruslar hazır oldu. Göz Ayhan gəlirəm ora. İşin memarı Ayhandır. Memar saymaq olar, tikinti işi ilə məşğul olmamısan, konstruktor. Salam Ayhan, xoş gördük səni. Hoş geldin. Çox əziyyət çəkmədin bu işdəsən. Çok iyi. İşığı da yandır. Daha işıqlı olsun. Apar arka tarafta O. qaranlıq. Bu neydi? Onun da elə işığı vardı. Sən o görməmişdin. Apar o bir tərəfə qaranlıq yeri aydınlat. Fanar olan yer əvvəldən var idi. Daşla hörüblər, divar göydə idi. Bu bir tərəflərdə bizim əl işimizdir. Neçə günə başa gəldi? 3 gün olmaz axı. Bunun daşı var, daşını neçə dəfə yığıb gətirmişəm. 2 gün qumu yığmışıq. 2 dəfə sementin 4-6 gətirmişəm. 2 gün beton işində işləmişik. Mən saymıram. 2 gün bu yarusları düzəltmişik. Yarusların üstündəki hazır arı qapaqları da hər üçü yəqin ki bir günümü alıbdı mənim. Bilirsən? Elə-belə götürəndə çox iş gedib. Çox işlər, çoxu hazırmış. Bir də ki bu dirəklər də bizim şüşəbəndimiz idi. Rəhmətli Fərhad müəllim hamısının əlində rəndənlə yolub, deşib dirəklə, əl dirəklə pəncərə gözləri yaratmışdı. Neçə dənə qapaq gedibdi? Say. 2, 4, 6, 3, 4'ü mənim yanımda, 3'ü də bu yanında. 7'si bir cərgiyə. Üstə neçədir? 3'te neçədir 7? 3, 4, 5 oldu. 7, 7, 14 eləyir. Matematikin zəifdir sənin. Bax, matematikin zəif olduğu bu işləri necə görmüsən? Bateriyanı götür, gir aşağı yaruslarda. Göstər əl işləri. Bir sabır sabır. Fərqi yoxdur, niyə eləyirsən elə. Yaradıcılıqla məşğulsan. Mən də balaca olanda nəyə əlimə atırdım deyirlər, elə görməzlər, belə görməzlər. Onu xarab eləyərsən. Parçaya dəymə, bütövi parçalama. Hər əsassız bir uşaq idim. Tıpkı sənin kimi baxırdılar. Mən necə sənə baxıram ki, bir şey başarmazsan, mənə elə o gözlə baxırdılar. Ancaq sonra həyatda olmadılar. Babam 1995'də rəhmətə getdi. Nənəm 2002'də indi gəlib görərlər ki, yaratmaz, başarışı olmayan bir adam hansı bir qüvvəyə çevrilib. Sizim dəstələsəydim elə, alıb əlimlə yenidən dəstələyib asardılar göyə. As divara. Nədir o? Asılqandır da. Bunu görəsən kim düzəldib bilmirəm ama. Yaradanı kimdir? Hələ gözəlliyə baxay hansı. Necə deşiblər, pərçimləyiblər, hər biri bir asılqan gözdür. Neçə gözü var? 2, 4, 6, 8, 11 dənə. Üstündəki mismar nə üçündür? Buradan pərdə asırdılar qabağına, paltarlar asırdılar, dəsmallar asırdılar. Üstünə də kağızdan haşiyələr kəsib qoyurdular, bəzək kimi. Bundan bizdə çox olmalıdır. Uzunu qıssası var. Görmüsən, haradasın? Amma bunların hamısını əlindən kəsiblər, düzəldiblər. Özün təcrübədən keç görək necədir, möhkəmdir. Çıx yat orada. Bizim işimizə kölgə düşürmək üçün deyirlər ki, zəif görəsən bu yükləri saxlayacaq. Yat orada. Döşək gətirib salıb yata bilərsən. Döşdə axşam sərin. Sərindir, pəncərəni də açıq qoysan, buz kimidir.
Biraz ağırlık sal. Heç nə olmaz. Aşağı tərəfə istəyirsən beton ağırlığında yük qoy, betondan nə olacaq? Üstü başı batırdın. Evet. İkinci mərtəbədə sağlamdır. Üçüncü mərtəbəyə o qədər ağır yüklər getməyəcək. Orada sağlamdır. Hündürlüyü nə qədərdir? Metrə yanında. Bir dənə şirin metrə var idi. Deyəsən evdə qaldı. Gel onu gətir. Orada deyil, evdə. Yuxarıda. Lampalar əvvəldən var idi. Bəlkə onların yerini dəyişdik. Yaruslar arasından bir iki dənə led asarıq. Ayhan led quraşdıra bilərsən yaruslar arasına. İki dənə bəs eləyər bura. İki dənə aşağıya. Necə montaj elədik ki, əlimizdə hazır olan qapaqlar tam uyğun gəldi. Neçə santim? 23. O lazım deyil. Nə sığacaq onun hündürlüyün. İçeriden. İçəri də ola bilər. Əyib də geçdə bilər əgər reyka imkan verməsə. 24. 24 futdur. Nədir o? 24 santim. 24 olanma sən sansın tərəfinə baxmırsan. Orada iki ölçü var. Evet işte o inçmiş. İnçdir, bincdir. İnç nədir? Diyumdur. Değil. Bir diyum. Neçə santim? 75. Bakın 69. 70. 70 yuxarı da elə ona uyğunlardır. Çox da bir-birindən fərqlənməz. 62. İkinci mərtəbəyə balonlar yığmağı planlaşdırırıq. Birinci mərtəbəyə çəllək. Çəlləyə ingiliscə nə deyirlər? Ruslar baçok deyir, biz çəllək deyirik, türklər fıçı deyir. Bəs Barrel. ingilislər? Barrel. Ballon? Barrel. Barrel olsun, yaxşı. Bir dənə bəril yerləşir aşağı. Onun boyunu ölçmüşük. Bəzi işləri ölçməni yerinə yetirmişik. Bəzilərini praktika ilə ki, tam yerləşdiyində birdən ölçmədə xəta eləyərik. İstifadə elədiyimiz şuruplar neçə litrlər? 3 litr. 38. Yəni 3 santımsa 3'dür. Çoxunu işlətmirsən. 75'lik iki reykaları bir-birinə bağlasın. 38. Bunu istifadə eləməmişik. Bu nədir? Bu samarezdir. Bizə lazım olmaz. Lazım olmaz. Bu dəmiri deşmək üçündür. Tarazı götür, yoxlayaq düzəngahı. Necədir? Ayrıymış ki. 2 nəfər usta necə eləmək? Bu qədər ayrılıq var. Bəlkə bunda da ayrılıq. Sıx aşağı. Qapağı sıx aşağı. Yox, düzmüş. Deməli, qapağı bağlamadım böyle. Dedim sən burada Bağlamışım. şurup birini bağlayasan, birində burada içəridə taxtası var. Möhkəm olsun. Düzdür? Evet. İşə baxaysan. Bu da düzdürmüş. Deməli, üstündə əngəl varmış. Bax, belə olmalıydı. Sonra çəkişdən istifadə eləmişik. Rəndədən. Şirin direyil, Ayhanın şirin direyili. Niyə şirin deyirsən? Balacadır ona görə. Minnoşdur. Uşkimiz var. Təzə uşkimdir. Çox da düz kəsirdir. O balqar direylidir. Ələm onu gətirib başla. Bəlkə 45 ildir bizdədir. Kətdə bir dənə qoydu. Hamı da aparıb işlədib. 2% belə qoşurdular. Nemət usta, Sənan. Bizdə hər adama verirdi, aparıb işlədirdi. Hələ ki işləyir, ölməyib. Deyir, mal dözər, yiyəsi dözməz. İşlədən də yanlarında olsaydı, bəlkə ürəyimiz yanardı. Cəhili deyir, işlədərlər, 2%-yə qoşmusan. Sonra kağızına baxdım pasportuna ki, həqiqətən də 2%-də qoşmaq olarmış. 90-cı illərdə işıq çox zəif idi, 1% işlətmirdi. Sənan da işıqçıydı, deyir, 2%-yə qoşdum. Mənim də biraz ürəyim yandı, dedim ki, yəqin ki, yandırmısan. Dedi, yox, elə 2%-la da işləyir. Burada qapaqlar arasında məsafə var ki, lampa buranı işıqlatsın. Eləyə bilərik ki, həm aşağı düşsün, həm yuxarı. Əgər sən ledləri
qoşmayasınız. Dirəklərimiz dedim ki, pəncərələrimizin tağlarıdır. Kraskası da özündən. Var gözəlliyi. Görürəm deşiklər də var. Bu gözəl əzilmiş barmağımla da göstərirəm ki, bu işdə əzməmişəm. Direkləri buralara vuran. Bu arada bağlaya bilərsən. Yox, ora bağlasan, ara kəsmə qoymayacaq. İşıq düşsün. Məncə divara eləmək lazım. Bax, oralara montaj eləyə bilərsən. Sən də hələ ledi al, ondan sonra deyərsən. Arxa da bunlar nədir? Sonra bərəkallah al bunları bitirəsən sonra axtarıb tapa bilməyəcək. Qoy bura şagulun yanına. Gəlbətim var, al sənə toxmaq verir. O toxmağı mən qarağaç kötüyündən yommuşam baş tərəfin. O qədər işləyib, rolobların əyilməsində hətə mən ondan 1 il işlətmişik. Bax, bir deformasiya var üstündə. Çox möhkəm. Haradasa fabrikni vardı. 5 dəqiqə o parçalandı. Sapı dükkandan alınmanındır. Özüm mən düzəltmişəm. 2-3 dənə düzəltmişdim. Deyir, əgər sənin əlində çəkiş və ya toxmaq varsa, hər kəs sənə mismar kimi görsənir. Gürz vura bilərsən. Ayhan, burada da bir kəmiyə qaldı. Burada bir dənə fanerka kəsib qoyarsan. Uyğun gəlmədi qapaqlar. Bəlkə də uzun qısa axtarsaydıq, uyğunlaşdıra bilərdik. Məsələn, burada bir uzunu var. O biri ilə yerini dəyişsək, uyğun gəlir. Ən uzunu budur. Sən bunu ölçür. Onunla yerini dəyişsək, nə qədər fərq eləyir? 80 santimdir, 90. Neçə? 102. 1 metr. Gəl, indi buranı ölçürük. Ver, mən bir tərəfini tutum. Get. Get o birinin başına qədər görə. Nə qədər? 107. Az qalır da 5 santim fərq eləyir. 5 santimi da buradan o tərəfə itələyib çıxada bilərik. Bax, sürüşkəndir özü. Gör, necə yaxşıdır. Üstünə yükü qoydun. Düz apardın o tərəfə, gətirdin bu tərəfə. İşə bax, əsən. Bunlar ancaq tərbəşməyəcək. Bu birləri də bağlayasan nə vaxtsa. Neçə metrdir zirzəməyin uzunluğu? Nə qədər veş tutacaq, yük tutacaq? 9 metrdir boydan boya. Hamısını eləməmişik də. Yarım metr o tərəfdə qalır. 2 metr də bu tərəfdir. Nə qədər eləyir? 6 metr yarım eləyər. 160. Üstüne 130. 290. Üstüne 130. 390, 420. Üstüne de 180. Düz 6 metr. İndi filya döşkək, neçə filyak yerləşir yan-yana, ya da ki, çəllə olacaqdır. Onu bıraq difarın dibinə qədər itələ. Yerini işarələ bu bir tərəfə, qalan yeri. Buradan bura ikisini koymaq olar. Yoxla da qoy, bax. Birini bura koy. İşarələ oranı, birini də çək bu tərəfdə, birini də qoy da. Özün 2 dəfə yerləşdir. Ya da diametrini də ölçsən bilərsən. İkisi yerləşir. Yerləşir. İkisi bura nə qədər yerləşir? Diametri nə qədər? Diametri 36 santim. 40 olsun. 60'ı böl 40'a göre 6 metre. 120 idi bura. 15 tane ha. 15. 2 tanesine 30. Qapıları da biraz meşət eləyər. 12 tane olsun. 24 tane çəllək, filyak. Çəlləklər elə bundan diametrinə görə biraz balacadır. Yüklərimizin əksəriyyəti gedəcək bura. Yuxarı hissəyə şükür olduqla onları yığarıq. Neçə dənəsi yan-yana gedər? 5 dənə gedər. Divardan bura 5 dənə. Belə də 20 dənə. 20 dənə 5'in 100. Üst qata 100 dənə banka balon gedər. Aşağı tərəfə 40 dənə 10 litrlik balon. İstəyirdim 3 yarus eləyim. Dedim alçaq olacaq. Alçaq oldu. Çəlləklər də padvalın düzündə qalıb yenə leş yaradacaq.
Ancaq böyük olsa balaca əşyaları da üst-üstə də yığmaq olar. Bir qat balon yığ, üstünə fanerka qoy. Bir qat da yığ. 3 qat yığmaq olar bu ortaya. Xoşun gəlir belə işlərdən. Gəl otur biraz söhbət eləyək. İşığı yandır. Mən bu biri səkidə, sən o biri səkidə. Başa gələn əhvalatlardan, həyat eşyalarından danış görək. Otur. Ya da elə uzan dəmirin üstündə. Yaslan. Döşək gətir. Hər gün gəlib burada söhbət eləyək. Ayhanın zirzəmisi. Videolar belə olsun. Papağımı itirmiş. Üşüyürsən ha? Ona papaqdır. Bayaq ondan qoymamışdın axı başqa. Onu itirmişim. Qorudu səni işləyəndə. Ha. Baş uğur yox ha. Bu yaxşı deyil, bu. Ged o birini tap gətir, yaxşı gözləyir. Biraz da işıq montaj eləsək, tam işıqlı olacaq. 2 dənə də pəncərəsi var. İşıqlar yanmasa belə, yenə də bir şey axtarıb tapmaq olar. Hansı markalar? Oranı bəyənirsən, oranı seç. 2 dəfə dəyişmə şansın olmayacaq. Aşağını seçdinsə, həmişə aşağıda sən dincələsən. Əslində yaxşıdır, çox sərindir bura. Onun içində nə var ki? Təzyiqə qarşı davam eləyir. Aç baxaq. Neçə kiloluk daş düşdü öldürməz adam. Boynu sınmasa 10 kilo yarım şey götürür. İndi bunu bir yoxlayarıq. Yoxlayarıq. Biraz yaxına gəl. Nə oldu? Heç nə ağrıtmadı. Ağrıtmır. Aha. Yoxlamış olduq şey. Təzyiqə qarşı davamlıdır. Qırılmadı gələ. Saxla sağ. Əlləşət görə. Yüksəkdən daş düşəndə çox kinetik enerji alır. Bəzən parçalaya da bilər. Xırım-xırda daşlar üstündə bateriyanı salarsın. Parçalasa yaxşı da kinetik enerji yox olacaq. Bu ilk dəfə. Belə yata bilərsən də gecə burada. Ancaq alışmamısan bura. Birdən çağırdılar. Oyandım başı vurasına yuxarı. Qalx başını dəyəcək. Ona bu başımda yatır. Qalx. Ona nə deyirlər? Əhlət daşı. İnsan ki məzara qoydular. İnkir-minkir gəlir ona dindirəndə. Deyir qalx cavab ver görək nə əməllərin olub. İstəyir qalxsın. Yarı qalxan kimi başı əhlət daşına dəyir. Onda bilir ki məzardadır. Deyir hələ başını əhlət daşına dəyməyib. Hardan gəldi bu mövzu çıxdı. Yaxşı düş oradan çox əziyyət çəkilən görürəm. Bu yarışları düzəltdiyimiz yerə biz qazanlar, vedrələr qoyurduq. Nənə vedrələri, qazanları düzürdük. Burada içi də suyla dolu. Mən də baxırdım hansının içində su azalıb 2 dənə putluq vedrə var idi. Put neçə kilodur? Neçə litr? 2 dənə 16 litr tutan vedrəni götürüb gedirdim çeşməyə. Doldururdum. Gətirdim qazanları doldururdum. Bir də gedirdim. Qabların hamısı dolu olmalıydı. Nənən getməzdi. Hərdən baban da mənə kömək eləyirdi. Axşam tərəf hərəmiz 2 vedrə götürüb bütün qab qaşığı doldururduq. Sonra rahat yatırdıq. Su var dövlət idi onda. Məhliyə heç yerdən su gəlmirdi. İndi ancaq hər yerimiz sudur. Dağdan, daşdan, quyudan, motorla vurub gətiririk. Nənəm paltarları yuyurdu. Mən aparırdım vannada çeşməyə. O dururdu. Təkrar götürüb gətirirdim, sərirdi. 8 uşaqdan tək mən qalmışdım. Nənəm, babam, bir də mən. Həyatım elə də maraqlı geçmirdi. Ancaq kitab oxuyanda biraz sevinib eləyirdim. Oynamağa bir nəfər yox. Söhbət eləməyə, mübahisə eləməyə yanımda bir dənə qardaş bacı yox idi ki, savaşıq. Düzdür, balaca olanda balaca bacılar vardı, məndən böyüydü. Onlarla çox savaşmışıq. Saçlarım möhkəm yolmuşam. Onlar da pesi qurtdalayan sümbə ilə, şişlə başıma nə qədər vurublar. Nənə babamın başına gələn bizim də başımıza gəldi.
Başımızdan uçduğunuz getdiniz, sizi gərək qanadlarınızı qırardıq ki, uçub getməzdiniz. Elə bir hekayə var idi. Eşitmisən onu? Mənim adım Mələk deyil. Mələk deyir də, deyir, uşaq soruşur, niyə mənə mələk deyirsən? Deyir, səndən əvvəl də, niyə qanadlarım yox? Deyir, səndən əvvəl də bir-iki uşağımız var idi, onlar da mələk idi, onlar ölmüşdü. Onları Əzrail apardı ya da uçdular, getdilər, sənin qanadları qırdıq ki, uçub getməyəsən. Maraqlı idi o hekayə. Yaxşı, bu qədər bəs eləyər. Bir də buranı doldurandan sonra çəkərik. Görə Ayhan bu il nə qədər kompot eləyəcək? Neçə kompota söz verirsən? 3. 300. 3. Meyvəsini yığsan bəs eləyər. Yoxsa kompot eləmək sənə qalmayıb. Bir vedrə gilanlardan 10 dənə kompot çıxır. 13 kiloluq balon. Biraz meyvəsini çox eləyirik. Çox gözəl işlədik. Bir həftə olardı bu betonu töymüşük. Neçə dəfə sulamışıq. Əsas iş yaddan çıxıb. Ayhan tarixi də əbədləşdirib. 30 may 2026-cı il Ayhan. Neçə il qala bilər bu? İranlı dağda bu yaxınlarda tapılan mixi yazıları 2800 il qalıbsa, bu da 2800 il qala bilər. Onlar heç bəlkə də bu dərinliyə qazmayıblar. Uşaqda sacaq, külək onları aparıb eroziyaya uğrayıb. Burada da Orxan Yenisey'dən Hakan yazmış. Sən Orxan Yenisey də bilirsən. Toruq yazardın da. Tərsdən oxunur, düzdən? A, Y, Tərsdən K, oxunur. A, yazı oxun, var, yazılmır. Yəni. Göy Türk əlifbasıdır. Bəli. 4 hərfdir. Ayhan 5 hərfdir, burada 4 nə? Toruq yazar, toruq. Ben sana bir iş tapşırıram. Burada sən bir yaruslar düzəltdə. Dirəklər bastır. Bu divara da bəzi işlətdiyimiz, tez-tez müraciət elədiyimiz çəkiş divalda zoraqdır. Onlardan yığaq. Elə bilərsən. Bu taxtadan yoxdur. Hər şeydən tapa bilərsən. Mənə elə gəlir ki, o taxta lazım deyil. Divarları dəmirlər çalırsan o deşiklərə. Dibində betonluysan möhkəm. Üstünə də bir dənə taxta uzadırsan, olur yarus. Yarusun qarşılığı nədir bizdə Azərbaycanda? Pillə, yoxsa nə? Qat. Qat ola bilər də. Məhsuldar qat. Geologiyadan yadıma düşdü. Konyak, kampan, şampan. Hansı qatlar ki, harda tapılıb o adları o qatların şərəfinə adlandırırlar. Azərbaycanda hansı qatlar var? Sumqayıt mərtəbəsi var. Yenə olmalıydı. 4-cü dövr çöküntüləri. Yadımızdan çıxıb odun kəsən mişarlar atmadıq beton üçün. Lazımsız idi. Bunları 2-3 dəfə işlətmişik. Tamam, çox gözəl. Sənə imkan yaradıram. Özüm bir şey yarat burada. Xoşuma gəlməsə də söküb təzədən düzəldəcəm. Mənə o imkanları vermirdilər. Xəlvəti çox işlər görmüşəm. Bəyənməyiblər. Sonra onları daha da təkmilləşdirmişəm. İşə yaramaz bir uşaqdan möhtəşəm bir konstruktor çıxıb. Sağ olun, növbəti videolarda görüşərik. Onu da as boyunu. Kəsər boy. As. Dəfnə yarpağından çələk bastım başıma. Mən istəyirdim səni ödülləndirim ki, Ayhan yaxşı kömək elədiyinə görə mənə Vətənə Xidmət ordeni ilə təltif olunub. Sağ olun, növbəti videolarda görüşərik. Görək hansı işarələrlə videomuzu yekunlaşdıracaq Ayhan. Toruq, yaşasın Toruq.